Rasim Balayev Azərbaycan kinosunun dahi yaradıcılarından biri olub, aktyorlarından biri olub. Onun yaratdığı tarixi şəxsiyyətlər, xalq qəhrəmanları Rasim Balayevin rolunda daha çox böyük məhəbbət və ehtiram qazanmışdı. Rasim Balayevin dünyasının dəyişməsi bizim xalqımıza bir itkidir. Onun filmlərinə baxmışıq həmişə uşaqlıqdan. Babək, Nəsimi, onun ümumiyyətlə özünün şəxsi çox bizə dəyərli bir insan idi. Allah ona rəhmət eləsin. Biz hələ məktəb illərində, 70-ci illərdə oxuyandan Rasim Balayevi tanımışıq. Nəsimi ilk çəkildiyi film Nəsimi filmi olub. Bütün qəlbləri oxşayıb, hamı ona böyük, necə deyərlər, hörmətlə, böyük izzətlə yanaşıb. Mən bu xəbər eşitdim, kədərləndim. Allah rəhmət eləsin. Sevilən aktyorlardan olub. İstədiyim filmlərə baxmışam, iştirak edib görmüşəm onu. Babək rolunda, Nəsimi rolunda. Bəyənilib. Allah rəhmət eləsin. Çəkilmiş aktyorlarımızdan biri olub. Kocaman aktyorlarımızdan biri olub.